Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Mən informatika müəllimi Şəlalə Qoçuyeva. Bu gün sizlərlə birlikdə 11 may 2025-ci il tarixində keçirilmiş 2-ci cəhd magistratura imtahanının informatika suallarının izahına birgə baxacağıq. Vaxt itirmədən başlayaq birinci sualdan. Forma ilə işləmək rejimləri. Biz bilirik ki, Access proqramında görünüş rejimləri var. Məsəl üçün cədvəl bağlı görünüş rejimləri, forma ilə bağlı və hesabatla bağlı. Forma ilə bağlı olan görünüş rejimlərimiz Form View, Layout View, Design View, Datasheet View, Pivot Table View və Pivot Chart View-dur. Və biz də variantlarımızda bunları seçməliyik. Burada da uyğun gəlir bizdə Layout View, Design View və Datasheet View. 2, 5, 6 doğru cavab C variantı. Daha sonra 22-ci sual. Elektron cədvəldə B sütununun enini həmin sütunda yerləşən ən uzun mətnin eni ilə necə bərabərləşdirmək olar? Elə düşünək ki, bu bizim B sütunumuzda yerləşən mətnimizdir. Bunun enini biz necə böyüdərik? B ilə C sütunlarının arasındakı sərhəd xəttinin üzərinə gəlib, üzərində 2 dəfə mausunla klik etdiyiniz zaman gördüyünüz kimi bu formada ən uzun mətnin eninə görə avtomatik en böyüyür. Bu da uyğun gəlir bizdə D variantına. Sıçranın sol düyməsini B və C sütunlarının başlıqlarını sərhəd üzərində 2 qat klikləməklə. 23-cü sual. Hansı halda fayl PPSX genişlənməsi ilə yadda saxlanılır? Biz bilirik ki, bu genişlənməyə malik təqdimat fayllarına deyirlər nümayiş faylları və bu genişlənmədə saxlanılan faylların üzərinə klik etdiyiniz zaman birbaşa nümayişə açılır. Yəni, təqdimatların slaydını bilavasitə nümayiş etdirmək nəzərdə tutularsa. Doğru cavab Y variantı. 24. Styles lent qrupu hansı lent tabında yerləşir? Yoldaşlar, Styles lent qrupu yerləşir Home tabında. Bax, gördüyünüz söhbət bu qrupdan gedir. Doğru cavab Home tabında yerləşir. 25. Microsoft Office paketində hazırlanmış sənəd fayllarının kontekst menüsuna hansılar aiddir? Bax, elə təsəvvür eləyək ki, bu bizim faylımızdır və bunun gördüyümüz kimi kontekst menüsündə Edit, New, Print, Open, Open with, Send to, Cut, Copy, Create Shortcut, Delete, Rename və Properties əmrləri yer alır. Biz də buna uyğun olanları seçməliyik. Create Shortcut var, Send to var və Rename var. 1, 2, 6 doğru cavab B variantı. 26-cı sual. Bizim üçün bu cür 2 dənə cədvəl verilib tələbələr və fənlərlə bağlı. Hansı tələbə, hansı fəndən tədris alır və bizə deyir ki, informatika fənni üzrə 3-cü kurs tələbələrindən neçəsi 2-ci növbəyə yazılıb? Onların sayını tapmalıyıq. Əvvəlcə biz bu cədvəldə informatikaların seçən tələbələrin ID-lərini müəyyənləşdiririk. 116, 112, 113, 115, 114 və 118 və yuxarıdakı tələbə cədvəlindən gedib onların kurslarını və növbəsini artıq araşdırırıq. Əvvəlcə baxaq 116-ya. 116-da Əsədovadır, ancaq Əsədova 2-ci kursdur. Bizə 3-cü kurslar lazımdır. 116 getdi. 112 Rüstəmli 3-cü kurs, 2-ci növbə, bu bizim şərtimizi ödəyir. 113-də yerləşir Əliyev 2-ci kursda, amma bizə 3-cü kurs lazımdır. 113 ona görə getdi. 115-də Kərimov 3-cü kurs 2-ci növbədir. Bu bizim şərtimizi ödəyir. Sonra 114-də Babayeva 3-cü kursdur, amma 1-ci növbədir. Bizə isə 2-ci növbə lazımdır. Ona görə 114 gedir. Daha sonra 118 Abbasova 3-cü kurs və 2-ci növbə. Bu da bizim şərtimizi ödəyir. Neçə dənə oldu? 3 dənə. Doğru cavab Y variantı. 27. 1-dən 5-ədək olan tam ədədləri çap edən alqoritm və 1-lə 5 də daxil olmaqla. Yəni, elə bir alqoritm tapmalıyıq ki, 1 də 5 də daxil olmaqla 1, 2, 3, 4, 5-i çap eləyən bir blok sxemi olsun. A variantına baxaq. A bərabər 1-dən başlayır. 1 5-dən kiçikdirmi? Bəli. A bərabər 1 plus 1, 2 eləyir, 2-ni çap eləyir. Bəs 1 niyə çap olunmadı? A variantı getdi.
B-də A bərabər 1 ilə başlayır, 1 çap olunur. 1-in üstə 1 gələndə 2, 2 5-dən kiçikdirmi? Bəli, alqoritm başa çatır. Bəs yerdə qalan 2, 3, 4, 5 nə oldu? B variantı ona görə gedir. C-yə baxaq. A bərabər 1-dən başlayır. 1-in üstə 1 gələndə 2 və 2 çap olunur. Bəs 1 niyə çap olunmadı? C ona görə gedir. D-yə baxaq. A bərabər 1-dən başlayır. 1 5-dən kiçikdirmi? Bəli, 1 çap olundu. 1-in üstə 1 gələndə 2. Sonra alqoritm qayıtdı yenidən. 2-in 5-dən kiçikdirmi? Bəli, 2 çap olunur. 2 üstə gəl 1, 3. 3 5-dən kiçikdirmi? Bəli, 3 çap olunur. 3 bir vahid artır olur 4. 4 5-dən kiçikdirmi? Bəli, 4 çap olunur. 4 üstə gəl 1, 5. 5 5-dən kiçikdirmi? Yox. Birbaşa alqoritm başa çatır. Bəs 5 niyə çap olunmadı? D variantı ona görə səhvdir. Doğru cavab qalır Y variantı. Həqiqətən də baxsaq görərik ki, A bərabər 1, 1 çap olunur. 1-in üstə 1 gələndə 2, 2 5-dən böyükdürmü? Yox. Qayıtdı alqoritm 2 çap olundu. 2-in üstə 1 gələndə 3, 3 5-dən böyükdürmü? Yox. Qayıtdı bura 3 çap olundu. 3-ün üstə 1 gələndə 4, 4 5-dən böyükdürmü? Xeyr. 4 çap olunur. 4-ün üstə 1 gələndə 5, 5 5-dən böyükdürmü? Yox. 5 çap olunur. 5-in üstə 1 gələndə 6, 6 5-dən böyükdürmü? Bəli və proqram başa çatır. Gördüyünüz kimi 1 2 4 5 çap olundu. Ona görə doğru cavab Y variantı. Daha sonra keçək 28-ci suala. Aşağıdakı cümlə şriftin hansı stilidir? Bu çox rahat bir sualdır. Üzünə baxan kimi də görünür ki, burada qalınlıq var və altdan xətt çəkilməsi var. Doğru cavab olacaq A variantı. B, daha sonra C və Y-də səhv odur ki, italik var. İtalikdə kursiv şəkildə yazılmalıdır, amma biz onu görmürük. D-də isə səhv odur ki, strayt usuru üzərindən xətt çəkilmə yoxdur. Əslində bu sual rahatdır, çünki mötərizədəki tərcüməsinə görə də tapa bilərdiniz. 29. Kompüterin xarici yaddaş qurğularına aiddir. CMOS daxili, sərt disk xarici, streamer xarici, kompakt disk xarici, keş yaddaş daxili, daimi yaddaş ROM daxili, flash kart xarici, əməli yaddaş RAM daxili. Bizdən xariciləri istəyir 2, 3, 4, 7. Doğru cavab D variantı. 30. Arxiv fayllarının ad genişlənməsini müəyyən edin. Bu da cavab C-dir. Arş. Driver nədir? Kompüterə qoşulmuş xarici qurğuların, periferiya qurğularının işini idarə edən proqramdır. Doğru cavab C variantı. 32. Microsoft Excel proqramı hansı proqramlar qrupuna aiddir? Tətbiqi proqramdır. 33. Doğru olmayan mülahizəni müəyyən edin. A-da deyir, Ctrl-A düymələr kombinasiyası bütün sənəd mətnini seçir. Bu doğrudur. B-də Ctrl-N düymələr kombinasiyası kursor mövqeyini cari sətrin sonuna dəyişir. Cari sətrin sonuna dəyişən End-dir. Ctrl-N isə sənədin sonuna dəyişir. B ona görə səhvdir. Bizdən də elə doğru olmayanı istəyir. C-də deyir, mövcud sənədi açmaq üçün fayl tabın open əmri istifadə olunur. Bu doğrudur. Ctrl F4 cari sənəd pəncərəsini bağlayır. Bu doğrudur. Sənəd bağlanır. Alt F4 isə proqram pəncərəsini bağlayır. Məsələn, tələbələr bu çaşdırmışdı burada. Alt F4 proqram pəncərəsini, Ctrl F4 isə sənəd pəncərəsini bağlayır. Y-də Window lent qrupu View tabında yerləşir. Biz demişik ki, pəncərə, Window, daha sonra görünüş açar sözləri varsa, bu View tabın açar sözləridir. Doğru olmayan oldu B variantı. 34. Qabarit ölçüləri və məhsuldarlığına görə kompüter siniflərinə aid olmayanlar müəyyən edin. Mini kompüter var, super kompüter var, mainframe'lər var, amma işçi stansiya, klient kompüter, terminal yoxdur. 1, 3, 6 doğru cavab D variantı. Daha sonra 35. Bütün işçi stansiyaların vahid mərkəzə, konsentratoru birləşdir lokal şəbəkə topologiyası. Mərkəz varsa söhbət ulduz topologiyasından gedir. 36. Doğru olmayan mülahizələr müəyyən edin. Əməli yaddaşda verilənlər müvəqqəti saxlanılır. Bəli, elə ona görə buna müvəqqəti yaddaş deyilir. Qrafiki planşet daxil etmə qurğusudur. Bu da doğrudur. Keş yaddaş böyük tutumlu aşağı sürətli yaddaşdır. Xeyr, keş yaddaş yüksək sürətli bir yaddaşdır. Sürətinə görə demişik ki, ən sürətli registerdir. Registerdən sonra gəlir keş, sonra RAM.
Tutum cəhətdən isə keş yaddaş böyük tutumlu deyil. 4-də skaner xaric etmə qurğusudur. Xeyr, skaner daxil etmə qurğusudur. KMOS yaddaş enerjidən asılı olan yaddaşdır. Xeyr, enerjidən asılı olmayan yaddaşdır. Bizdən də doğru olmayanları istəyir. 3, 4, 5 A variantı. 37. Nöqtə dedikdə riyazi hesablamalar əsasında avtomatik generasiya olunan təsvirlərin yaradılması başa düşülür. Onların əsas xassəsi özünə oxşarlıqdır, yəni müəyyən olmuş xüsusi bir hissə bütün təsvir haqqında ümumi təsəvvür yaratmağa imkan verir. Cümlədə generasiyaçar sözü varsa, bu fraktal qrafikadır. Daha sonra 38. Doğru mülahizələri müəyyən edin. Seçilmiş obyektin səhifədə mövqeyini dizayn tabından müəyyən etmək olar. Xeyr, seçilmiş obyektin sənəddə mövqeyi layout tabının arrange qrupundan tənzimlənir. Yəni dizayn tabı burada yanlışdır. Bir ona görə səhvdir. Bizdən doğruları istəyir. Bir olan variantları çıxaq. Daha sonra iki sənədin avtomatik müqayisəsi view tabından mümkündür. Xeyr, müqayisə əmri olan compare əmri yerləşir review tabında. Bax, söhbət bu əmrdən gedir. 2 də ona görə səhvdir. 2 də səhvdirsə Y variantda gedir. Doğru cavab qalır A variantı. 3-də deyir Quick Access Toolbar alətlər panelinə fayl tabından alət əlavə etmək olar. Bu doğrudur. Daha sonra fayl tabından sənədi düzəlişlərdən mühafizə etmək olar. Bəli, infoda Protect dokumentlə bu doğrudur. Daha sonra sənəddəki qrafik, cədvəl, düstur və şərhlərin axtarışı view tabındakı naviqasiya panelindən seçməklə mümkündür. Bu da doğrudur. References tabından sənəddə edilmiş düzəlişləri qəbul etmək və onlardan imtina etmək mümkündür. Xeyr, bu düzəlişlər qəbulu və ya rəddi review tabındakı changes qrupundan həyata keçirilir. 6 da ona görə səhvdir. 3, 4, 5 doğru cavab A variantı. 36. Cari slayd obyektlərinə verilmiş animasiya effektinin ardıcıllığını dəyişmək. Burada birinci nəyə fikir veririk? Slayd obyektinə animasiya verilibsə, bu animations tabındandır. A, B və D variantları gedir. Və bu slayd obyektinə verilən animasiyanın ardıcıllığını dəyişmək üçün biz timing qrupundan istifadə edirik. Doğru cavabımız olacaq Y variantı. C-dəki animations'ın animation qrupundan biz slayd obyektlərinə animasiyalar veririk. Daha sonra keçək digər sualımıza. Uyğunluğu müəyyən edin. Deməli, biz burada x-lərin yerinə elə bir qiymət müəyyən etməliyik ki, bu, belə deyim, say sistemlərinin çevrilməsində artıq doğru nəticə alınsın. Birbaşa vaxt itirmədən elə doğru cavab üzərində izah edəcəm. Burada doğru cavabımız C variantıdır. Bir də gətirək C-ni qoyaq. X bərabər 1. 1, 1, 9, 16-lıq say sistemindədir və bunu çevirsək 10-luq say sisteminə, üzərinin indeksi üsulundan da həyata keçirə bilərsiniz. İndeksləyəndə 0, 1, 2, 16 üstü 0, 1, 16-nın üstü 1, 16, 16-nın üstü 2, 256. Bunları da cəmləsək, 1 vur 256 üstə gəl, 1 vurulsun 16, 16 üstə gəl, 9 vurulsun 1, 9. Bunları da cəmləsək, verir bizə doğru cavabı 281 onluq say sistemində. 1-ə C, elə C-ni yazaq. Daha sonra 2-də D-ni gətirək qoyaq yerinə. Sonra D-də verilib x bərabər 0, gətirdik, qoyduq. 0, 0, 0. Bu bərabərdir. Deməli, ikilik say sistemindədir. Onluq say sisteminə keçəndə yenə üzərinin indekslənməsi üsulu ilə 0, 1, 2, 3, 4, 5, 6, 7. Bunlar onsuz da üzəri 0-dır. Bu bir nəticə bizim üçün kəsb eləmir. 2-nin üstü 6, 64. 2-nin üstü 7, 128. Bunu da cəmləsəz sizə verir doğru cavabı 192 onluq say sistemində. 2-yə doğru cavab D. Daha sonra 3-ə qoyuruq B-ni. B-də verilib 3. 35 onluq say sistemindədir. Bunu 16-lıq say sisteminə çevirsək, elə çubuqlu bölməklə də bölə bilərsiniz və ya qüvvətlərin parçalanması üsulu ilə də eləyə bilərsiniz. Bu verir bizə 23. 16-lıq say sistemində. Həqiqətən də bu şərtimiz də ödənir. Doğru cavab C variantı.
Daha sonra 41. Cədvəl fraqmentinə əsasən A4 xanasındakı qiyməti müəyyən edin. A4 xanasına yazılıb if şərti. Bu hissəmiz bizim şərtdir. Əgər bu şərt doğru olarsa, biz true-nu həll edirik. Yox, əgər bu şərt yalan olarsa, biz false-u həll edirik. Yəni yalan hissəni. İndi şərti yoxlayaq. Yazılıb ki, C3 böyük bərabər. C3-də yazılıb 4. 4 böyük bərabərdirmi? Sam A2 B3. A2 xanasında var 1, B3 xanasında var 1 2 3 1 2-nin cəmi verir bizə 3. 4 3-dən böyük bərabərdirmi? Bəli. Şərt doğru olduğu üçün gəlib true-nu hesablayırıq. True-da da produktdır. Produkt da hasili hesablayır. A1 və B2 xanalarının hasili, yəni 5-in 6-ya hasili, bu da verir bizə doğru cavabı 30. Daha sonra baxaq 42-yə. Hansı adlardan fayl adı kimi istifadə etmək olar? Deməli, biz demişik ki, faylın adında qadağan olunan simvollar və qadağan olunan sözlər var ki, biz onu fayl adında istifadə edə bilmərik. Hansı ki, bu simvollarımız nələrdir? Əyri siləşlər, düz xətt, böyük kiçik işarəsi, dırnaq, 2 nöqtə, ulduz və sual. Adlardan isə PRN, AUX, CON, NUL, LPT 0-dan LPT 9-a və COM 0-dan COM 9-a. İndi gedək bunu sualımızın üzərində tətbiq eləyək və qeyd eləyək ki, bu qadağan olunan sözlər faylın adında ola bilməz, amma genişlənmədə ola bilər. İndi baxaq. Bizdən hansında istifadə etmək olar deyir. Bir də PRN var adda, bu ola bilməz. 1 getdi. 2-də amma problem yoxdur, genişlənmədədir. 2 doğrudur. Sonra 3-də kon var, kon ola bilməz. 3 getdi. 4-də null var, null istifadə oluna bilməz faylın adında. Bax, qarışdırmayın ha. Belə bir şey null 2 l ilə ola bilər, amma 1 l ilə ola bilməz. 4-də doc.exe, burada bir problem yoxdur. Daha doğrusu 5-də. 6-da exe null, null genişlənmədə ola bilər. Burada da bir problem yoxdur. Daha sonra 7-də null adda ola bilməz. Yenə bu getdi. 8-də isə exe doc, burada da bir problem yoxdur. 2, 5, 6, 8. Daha sonra 43-cü sual. Aşağıdakılardan hansı doğru mak ünvandır? Baxaq. Deməli, biz demişik ki, mak ünvan 6 hissədən ibarət olmalıdır. Daha sonra 2-2 düzülməlidir. Hərflərdən isə A, B, C, D, Y və F hərfləri ola bilər. A, B, C, D, Y, F. İndi baxaq. Bir də 1, 2, 3, 4, 5, 6. 6 hissə var. 2-2 düzülüb. Hərflər də uyğundur. 1 doğrudur. 2-yə baxaq. Burada H hərfi var. Ola bilməz. 2 səhvdir. 3-ə baxaq. 1, 2, 3, 4, 5. 5 hissə var. Bəs 6-cı hissanı 3 ona görə səhvdir. 4-ə baxaq. 1, 2, 3, 4, 5, 6. 6 hissə var. 2, 2 düzülüb və hərflərdə də bir problem yoxdur. 4 doğrudur. 5-ə baxaq. 1, 2, 3, 4, 5, 6. 6 hissə var, amma 6 hissəmiz 2-2 düzülməlidir. Burada isə üçlü düzülən var. 11 F. 5 ona görə səhvdir. Hələ ki 1, 4 doğrudur. 6-ya baxaq. 1, 2, 3, 4, 5, 5 hissə var. 6-cı hissə yoxdur. Doğru cavab 1, 4. Daha sonra 44-ə baxaq. Bir dəqiqə üzr istəyirəm. Aha. Deməli, deyir ki, palitrasında 24 rəngi olan 8400-ə piksel ölçülü raster qrafik təsvir rabitə kanalı ilə ötürülmə müddətinin ilk yarısında, yəni zamanımız tutalım ki, T-nin ilk yarısında 16.000 bit bölünsün saniyə, qalan hissəsində isə, yəni qalan T bölünsün 2-də isə 24.000 bit bölünsün saniyə ilə ötürülmüşdür. Biz də bilirik ki, həcm düsturumuz H bərabərdir VT. Bax, bu formada biz ötürülmə müddətinin, ötürülmə sürətinin olan hasilini oxşar həcmə bərabər eləyə bilirik. O zaman zamanımız vuraq, sürət
16.000. Üstə gəl, zamanın digər yarısı vurulsun. Bizim digər sürətimiz 24.000. Bunu bərabər eləyirik. Bizim həcmimiz nəyə bərabərdir? Piksel təsvirin ölçünün, daha doğrusu raster təsvirin ölçüsünün eninin uzunluğu olan piksellərin hasili və 24 rəng deyir. Deməli, bizim palitramızda 24 rəng varsa, 24 də biz 2-nin hansı qüvvətinin içərisində yerləşdirə bilərik? 2-nin üstü 5-in daxilində. 2-nin üstü 4-də ola yerləşə bilməz, çünki 2 üstü 4-də 16 rəng var. Biz amma bunu 2 üstü 5-ə yerləşdirə bilirik və həcmə görə də rəng tərtibini vururuq 5-ə. Hər tərəfimiz bitnəndir, ona görə rahat bir şəkildə hesablaya bilərik. İxtisarlarımızı aparsaq, 8000 T üstə gəl 12000 T bərabər eləyir 160.000. Aha. Daha sonra bunu da cəmləsək 20.000 T bərabər olur. Buradan da ixtisarlarımızı aparsaq T bərabərdir 160-ı 2-yə böləndə 80. Bizdən də soruşur ki, bu qrafik təsvirin ötürülməsi neçə saniyə sərf olunub? Cavab 80 saniyə sərf olunmuşdur. Daha sonra baxaq 45-ci suala. Uyğunluğu müəyyən edin. Deməli, bizə verilən variantlardan sosial şəbəkə, brauzer və axtarış sistemini müəyyən etməliyik. Deməli, Snapchat sosial şəbəkədir. 1-ə A. Daha sonra Safari brauzerdir. Daha sonra QQ bu chat proqramıdır, yəni chat xidmətidir. Bu bizim digər proqramlarımıza uyğun gəlmir. Firefox brauzerdir. Bing isə axtarış sistemidir. 1-ə A, 2-yə B-dir, 3-ə isə Y. Ümid eləyirəm ki, bu izahlar sizin üçün faydalı olmuşdur. Hər biriniz uğurlar arzulayıram. İnşallah ki, gözlədiyinizdən daha yüksək nəticə ilə imtahan nəticələrinizi əldə edərsiniz. Sağ olun, hələlik.